Göyərməz. Xalq şairi Musa Yaqubun bu dünyanın qaradaşı göyərməz şeirinə nəzirə. Dünya necə varsa elə olacaq. Ömür qaçan bir atdır ki, qaçacaq. Ölüm quşdur, baş üstünə qonacaq. Ömür, ölüm bir torpaqda göyərməz. Dərzi kimi vardı yarın yarağın, xoşbəxtlikdə gəldi səsin, sorağın. Əlindədir indi həsrət bayrağın, sevinç, kədər bir oylaqda göyərməz. Gözüm gördü, ürək sevdi, görüşdü. Mühəbbətin ocağında bir bişdi. Bir gün gördüm, yad çəməndə sürüşdü. Eşq, xəyanət bir qucaqda göyərməz. Dünya qozbel, eşqi çəni görünməz. Çal meyvə tək bağçasından dərilməz. Yalan doğru, dil ucunda bilinməz. Qardaş olsa bir bucaqda göyərməz. Yaşıl budaq hey qorudu, büküldü. Külək vurdu, quru budaq söküldü. Parça parça, zərrə zərrə töküldü. Yaşla quru bir budaqda göyərməz. Xeyir şərlə bir cəbhədə vuruşmaz. Şimşək çaxsa zərbələrim bölüşməz. Ay da günəş töhfəsinə uyuşmaz. Gecə gündüz bir çıraqda göyərməz. Musa Yaqub, Məmməd Araz sədası, değişmələr qaradaşın aynası, isti soyuq, bahar qışın davası, yazda, qışda bir sazaqda göyərməz. Şeiri səsləndirdi şeirin müəllifi, Azərbaycan bayrağı ilin şairi, Qızıl Qələm laureatları, şair, publisist, nəğməkar şair Surə Ziyad qızı hazırladı İslam Ələsgərli.